Axşamınız xeyir olsun, əziz və dəyərli Dünya Televiziyasının daimi tamaşaçıları. Xoş gördük hər birinizi. Yenə də mən Nuranə Bağırova, Firuzənin Nuru verilişi ilə qarşınızdayım. Bugün də çox gözəl və maraqlı bir efir hazırlamışıq və bir-birindən dəyərli, əziz, zövqlü, hər birinizin sevdiyi müğənniləri dəvət etmişik, sizlərin görüşünə gətirmişik və inşallah ümidvaram ki, bugün də efirimiz çox maraqlı keçəcək. Hər birinizi söyləyirəm ki, yenə də Dünya Televiziyasında qalın, bizimlə bərabər qalın. Çünki sizlər üçün gözəl bir efir hazırlamışıq. Bugün də çox gözəl mövzuları müzakirə edəcəyik, həm söhbət olacaq və sizlərə gözəl bir xoş təbəssüm bəxş edəcək, əlbəttə ki. Və dəyərli tamaşaçılarımız, vaxt itirmədən çox özüm də intizardayam. Çünki elə bir qonaqlarım var ki, bugün həqiqətən də hər birimizin sevimlisidirlər. Və vaxt itirmədən dəvət etmək istəyirəm bütün xalqımızın sevimlisi, bizim əzizimiz, dəyərlimiz, uşaqdan böyüyə hər birimizin sevimlisi, sənəti ilə, səmimiyyəti ilə, peşəkarlığı ilə, insanlığı ilə, sadəliyi ilə sevilən, seçilən Yusif Mustafayev bizimlə bərabərdir. Əməkdar artistimiz, əlbəttə ki, xoş gəlib, səfalar gətirib və dəvət etmək istəyirəm Azərbaycan Respublikasının əməkdar artisti Yusif Mustafayev. Maşallah, bugün necə də gözəl, yaraşıqlı. Çox sağ ol canım, siz necəsiniz? Sağ ol, Allah köməyiniz olsun. Və bu gözəl verilişiniz düşərli olsun, uğurlu olsun, reytingli olsun. Xalqımızın, millətimizi salamlayıram, hər vaxtımız xeyir olsun. Firuzə xanım da ki, onu çox istəyirəm. Yəni, o mənim elə bir əzizim kimidir. Ona görə gəldim ki, bir əmri xeyir duası verin burada. Allah razı olsun. Yusuf müəllim, siz hər zaman dəstək olmuşsunuz. Firuzə xanım bugün yanımda yoxdur. Çünki səhhəti ilə bağlı biraz problemləri var. Ona görə növbəti efirlərdə bizimlə bərabər olacaq. Səhhəti ilə bağlı cəmaat elə bir xəstəzat yox. Dünən Firuzə bir uzaqda toyduyduq. Ona görə o da gəlmişdi o məclisə. Oradan səhərə yaxın gəlib çıxmış o da. Ona yatıb. Burada bütün kollektiv, Allah canını sağ eləsin, Allah hamısına zəhmət keçdilər. Mən bura tez-tez gəlirəm, bütün operatorlar, bütün rejissorlar, hamısı sağ olsunlar, işlərinə çox diqqətli olan insanlardılar. Əlbəttə ki, mən də elə Yusuf müəllimin sözünə qüvvət bir daha təşəkkür edirəm. Rəhbərliyimiz başda olmaqla komandamıza, bütün heyətimizə hər zaman bizə dəstəkdilər, çox sağ olsunlar. Və elə ən reytingli, ən baxımlı verilişlərimiz də elə bizim Dünya Televiziyasındadır. Və Yusuf müəllim, istəyirəm vaxt itirmədən sizdən gözəl bir mahnı alaq, gəlsinmi? Söyle ne olup yine Xumar gözün qəmlənir Süzüləcək indicə Kipriklərin nəmlənir Söyle ne olup yine Xumar gözün qəmlənir Süzüləcək indicə Kipriklərin nəmlənir Səbəbi bir nədir Həsrət yağışı yanır Günahım nədir söylə Tənhalıq məni sıxır Gəlmişəm görüşünə Qəlbimizdir döyülsün Süzgün gözüne Gözlerim yine gülsün Gelmişem görüşüne Gelmişem görüşüne Bakım süzgün gözüne Gelmişem görüşüne
Baxışların nur saçsın ömrümün zülmətinə. Səninlə inanmışam sevginin hikmətinə. Səbəbi bir nədir, həsrət yağışı yağır. Günahım nədir söylə, tənhalıq məni sıxır. Gəlmişəm görüşünə, qəlbimizdir döyülsün. Baxım süzgün gözünə, gözlerim yine gülsün. Gelmişem görüşüne, gelmişem görüşüne. Bakım süzgün gözüne, gelmişem görüşüne. Gelmişem görüşüne, gelmişem görüşüne. Bakıp süzgün gözüne, gelmişem görüşüne. Gelmişem görüşüne. Demə, Nurana xanım, bu mahnını mən təzəliklə əlisə gətirmişəm. Bunun sözləri, gözəl bir şair mənim dostum var. Damət Salmanoğlu, ona aiddir. Bunu aranjmanın İlkin Valihoğlu görsən, qeyri-adi bir səbkidə bunun aranjma eləyib və musiqisindəki Elşən Nicata aiddir. Hamısını mən buradan salamlayıram və təzə bir yol tapmışam. Məsələn, bu görə mənim yolum deyil də, yəni bu maşına bu gənclərin biraz uyğundur. Ona mənim Tərlan oğlum sağ olsun. Tərlan oğlunu oxuyur, qavrayır. Ondan sonra ona mən baxıram, mən başlayıram bu güyədə təzə yolda oxuyuram. Mən sizə təşəkkür edirəm ki, Yusuf müəllim, həqiqətən də mən sizi çox gözəl tanıyıram, çox gözəl bilirəm, amma bunu efir vasitəsilə, yəni efirə görə demirəm, amma hər zaman mən bayaq da sizi təqdim edəndə dedim ki, həqiqətən də siz hər zaman sadəliyinizlə seçilmisiniz. Bax, nə gözəl ki, Azərbaycan Respublikasının əməkdar artistidir, amma hər zaman oxuduğu ifaları, sözünü, musiqisi kimə aid onu bildirir. Amma hansı ki, bugün gənc müğənnilərimiz var, oxuyurlar. Yəni, heç demirlər ki, bunun əziyyətini kim çəkib bu mahnını. Axı, bunu təqdim edirsən. O da onların haqqıdır, biz haqqa girənmərik. Var axı, bəli. Çox təşəkkür edirəm. Biraz bizi nostalji hisslərə yönətdiniz. Amma axşam-axşam ehtiyac var idi. Xalqın sizə hər zaman ehtiyacı var. Sizin ifalara hər zaman ehtiyacı var. Çox təşəkkür edirəm. Az sonra müzakirələrimizə davam edəcəyik. Mən sizi alın bizim gözəl divanımıza əyləşin. Harada uyğunsa sizə. Xoş gəlmişsiniz bir daha. Yusuf müəllim və dəyərli tamaşaçılarımız, vaxt itirmədən növbəti musiqili qonağımızı dəvət edəcəm. Sizlər üçün Firuzənin Nuru verilişində bugün bizimlə bərabərdir. Verilişimiz yeni olduğu üçün həm də biz müğənnilərimizin, gələn qonaqlarımızın, sənətkarlarımızın, sənətçilərimizin əlbəttə ki, xeyir duasını da alacağıq eyni dərəcədə və mən istəyirəm böyük məmnuniyyətlə dəvət edim. Bizim hər birimizin sevimlisi, bilirsiniz ki, musiqi alətləri çoxdur, amma həqiqətən də klarnetdə o insanın avazı gələndə, səsi gələndə artıq bilinir ki, o bizim hər birimizin sevimlisidir. Razısınız, hə, Yusuf bəy? Həm sənəti gözəl, həm insanlığı, şəxsiyyəti elə bir yerdədir ki, Allah onu saxlasın. Amin inşallah. Həqiqətən də mən özüm də o insanı çox sevirəm. Çox yaxın dostumdur, əzizimdir. Hər zaman bir kəlməmlə mənim yanımda olub. Mən Dünya Televiziyasında bir çox layihələri aparmışam, amma həqiqətən də mən görmüşəm kimdir. Elə mənim o dəyərli dostlarımdan da biri, hər zaman uğurlarıma sevinən, hər zaman mənimlə bərabər olan, ən əsası bizim xalqımızın sevimlisi Zahid Qubadlı bizimlə bərabərdir. Xoş gəlib, səfa gətirmişsən, əziz dostumuz. Salamlayıram, maşallah. Bugün də bir başqa möhtəşəmsən. Ay Allah, bizə Zahidin toyun görsün. İnşallah, subaydır.
Yaxşı. Bakı ola bilər də, taliblər var da, olmaz. Əlbəttə. Necəsən, nə var, nə yox? Keyfin alın, necədir? Xoş Sizi gəlmişsən. salamlayıram. Boş Nurayna xanım, sizi salamlayıram. Təşəkkür edirəm. Siz ümumiyyətlə peşəkar bir aparıcı olmaqla yanaşı, həm də gözəl bir xanımsınız, gözəl bir, necə deyim, dostsunuz. Verilişinizdə ki, həmişə bilirəm ki, çox həmişə kimi də çox, nətər deyim, baxımlı olacaq. İnşallah, mən Firuzə xanım da salamlayıram burada. İnşallah ki, verilişiniz həmişə belə gözəl qonaqlarla olsun, onu arzu edirəm Amin mən. inşallah. Çox təşəkkür edirəm. Gəlişin üçün minnətdaram.
necədir, bəyəndiniz? Çox ləzzətli. Bayaqdan ora baxıram, sadə. Hər şeyin, insanın da sadəsi. Deyəm, hər şeyin sadəsi, bax belə çox, burada bəzək vurur, yüklənməyir. Ona görə ləzzət verir. Sadə insanlara sadəlik Həm də yaraşır. əsas odur ki, onun içərisində bax, sizin gözəl aparıcılar Nuran xanım. Allah səni də xoşbəxt edəsin, bala. Minnətdaram. Sən də inşallah, arzulayım sənin toyunda inşallah. Hər zaman sizin Amma bir arzunuzdur şərtlə, mənə. sən ki, Ucarda olursan, səni oradan gəlin çıxardacaq, ha. Hara köçsən fərqin olur. Ucardan səni gəlin aparacaq inşallah. Xoşbəxt Yusuf olasın. mənim bu gedişdən mənə bir talib də tapacaq, inanıram. Çünki hər zaman istəyidir. Çox təşəkkür edirəm. Qismət Allahdan inşallah Bəli, zamanı inşallah. gələndə nəsib olar. Və mən bir daha minnətdaram hər birinizə. Davam edirik dəyərli tamaşaçılarımız bizimlə bərabər qalın. Əlbəttə ki, Firuzənin Nuru proqramı ilə verilişimizlə qarşınızdayıq. Və vaxt itirmədən mən bugün verilişimizə çox gözəl, zərif, incə bir xanım. Hər zaman mən o xanımı izləyirəm. Çox gözəl ifalar səsləndirir və sevilir. Həqiqətən də mənim çox sevdiyim bir ifası var. Beləmi həyat, səhv eləmirəmsə bu mahnıdır, belə də adı. Çox sevdim bu ifasını, həqiqətən də çox sevildi bu ifası. Özlərində işləyən xanımdır və sənəti ilə məşğul olan xanımdır. Ən əsası show-biznes aləmində olsa da, amma dedidən, qodudan, sözdən, söhbətdən kənarda olan xanımdır. Gülkəli Əkbərli bizimlə bərabərdir. Xoş gəlib, səfalar gətirib bizim gözəl prensesimiz. Xoş gəlmişsən Gülü verilişimizə. Salamlayıram. Salamlayıram ilk öncə qonaqları. Var ol Gül. Var olasınız Yusuf əmi. Sizi bilirsiniz nə qədər çox istəyirəm. Çox sağ ol. Sizin də dəyərli sənətinizə çox böyük hörmətim var. Firuzə xanım yoxdur, amma siz buradasınız. Təşəkkürlərimi bildirirəm sağ ol, dəvətiniz üçün. Xeyirli uğurlu olsun, düşərli olsun inşallah. Gülün, necəsən? Şəxsi həyatına bağlı bir yeniliklər var da. Var. Davam edir də. Bəli, Problem bəli, yoxdur ki. yox, hər şey Çox gözəldir. şükür, Allah qorusun. Şükür içində Yaxşıdırmı hər şey? Əladır hər şey şükür. Toy nə vaxt inşallah? İnşallah məhrəmlikdən sonra. Məhərrəmlikdən sonra inşallah toyundur. İnşallah. Biz səni hər zaman efirlərdən görək. Elə hər zaman da Çünki, görərsiniz inşallah. öz üzərində işləyən xanımsan, sənətin var, səsin var. O məlahətli səsin avazını eşidək. Hər zaman xoşbəxt olasan inşallah. Çox sağ Nə ol. ifa edəcəksən bizim üçün Gülüm? Bəs daha nəğməmi səsləndirəcəm. Bu nəğməm də sevilən Yenidir. mahnılardandır, yox. Oxumsa. İlk sənətə gələndə addımladığım mahnılardan biridir. Uğur gətiribmi? Bəli, gətirib. Əsas məsələ. Tamam, o uğurlu ifamız gəlsin Gülümüzdən. Buyur Əsim, söz səndədir, gəlsin ifaların. Aşıqın adətidir, yar görür, heyran olur. Çətin anlar yetişir, yar dəyişir, düşmən olur. Kim gedir səhv eləyir, sonda özü peşman olur. Amma o fikirləşir, məqsədinə yetdi daha. Bəsdi daha, bəsdi daha. Səndən ürəyi küstü daha. Bəsdi daha, bəsdi daha. Səndən ürəyi küstü daha. Bu sənin öz günahın, peşman olursan deyəsən. Nə qədər cəhd eləsən də qəbul etmərəm səni mən. Elə bir vaxt gələcək, yalvaracaqsan mənə sən. Geri dönməz həvəsim, sən gedəni getdi daha. Bəsdi daha, bəsdi daha. Səndən ürəyi küstü daha. Bəsdi daha, bəsdi daha. Səndən ürəyi küstü daha. Sevən insanlara mənalıdır eşqin deyimi. Daha mən keyf eləyim, xoş keçirim taleyimi.
geri dönsen de bunun xeyri nedir? Bu benim son kararımdır. Bu kadar bitti daha, bəsdi daha, bəsdi daha. Senden ürək küstü daha, bəsdi daha, bəsdi daha. Senden ürək küstü daha. Bəsdi daha, bəsdi daha. Səndən ürək küstü daha. Bəsdi daha, bəsdi daha. Səndən ürək küstü daha. Təşəkkür edirəm Gülüm, minnətdaram. Var olasan bizimlə bərabər. Xeyirli olsun, şərli olsun. Əziz tamaşaçılarımız, indi gözü çıxartmayın da. Sonra deyərsiniz ki, birdən şəxsi məsələ falan, şəxsi həyatında olan nişanlısına falan düşüb eləyər. Elə bir şey yoxdur ki. Gözəl nişanlımla bağlı danışdıq, daha sonra bu mahnını Və oxumaq. sana görə dedim də, mən az öncə danışdıq. İnsanların şəxsi fikri həyatda- qarışacaq. Hə, insanların fikri qarışmasın ki, birdən Gülüdə nəsə problem var. Yox, yox, olmaz Söz inşallah. söhbətlər var. Allah qorusun. Allah tək ki, bütün gənclərimizi xoşbəxt eləsin. Yusuf müəllimə sual versəm yenə deyəcək ki, inşallah Nuray sən ailə qurasan, inşallah səni gəlin köçürdüm. Yoxsa Demək, İnşallah. mən Gülka barəsində onu demək istəyirəm, Aha, Allah buyurun. saxlasın. Bizim Pünhan Pilev yoxdur, Allah canı sağ olsun. Onun deyəsən nənəsinin ad günü idi. Yox, öz Ya, özünün ad günü idi, hə. Demək, böyük bir məclis qurmuşdu evlərində. Az qaldı, Meynima kəndində. Burada oxuyanlar çox idi də. Ha, gördüm də, balaca bu bir dənə qız gəldi, girdi. Allah, Allah, bu nə var? Ay, bu Həqiqətən. kimdir? Ay, bu nə oxumaqdır? çox gözəl, canlı İnan ifadə Nurana, çox zat, gözəldir. Çox. Allah'ın olsun, hamı çeyib bana. Bayaqdan seyr edirəm, fikir verirəm. Həm aparıcı kimi, həm tamaşaçı kimi. Bugün seçdiyiniz repertuar, musiqilər, danışıqlarımız o qədər insanın ruhunu dincəldir ki, həqiqətən elə məqsədimiz də budur. Mən bir daha tamaşaçılarımızın nəzərinə çatdırım ki, Firuzənin nuru verilişi yalnız bundan ibarət olacaq. Gözəl musiqilər, gözəl maarifləndirici müzakirələr, söhbətlərimiz və əlbəttə ki, gələn sənətçilərimizin, dostlarımızın, qonaqlarımızın, onların musiqi sahələrində çalışdığı iş fəaliyyətlərindən danışacağıq. Bunlardan söhbət açacağıq və onlar bugün öz üzərində necə işləyirlər, hansı işlərlə məşğuldurlar, bunları danışacağıq. Və biz Firuzənin nuru verilişi ilə məqsədimiz yalnız və yalnız sizlər üçün xoş təbəssüm bəxş etməkdir. Qətiyyən söz, söhbət, atmacalar, belə bir şeylər bizim verilişimizdə olası deyil, biləsiniz yəni. Və bugün də verilişimizdə çox gözəl bir mövzu hazırlamışam və istəyirəm ki, gələn qonaqlarımızla müzakirəmizə keçək. Və görürsünüz də studiyamız maşallah çox gözəldir, amma bizim burada masamız da var. Mən elə istəyirəm hər birinizi dəvət edim. Keçək söhbətlərimizə, mövzularımıza, müzakirəmizə. Yusuf müəllim, bugünkü mövzumuzdan danışıram. Elə eyni dərəcədə bütün qonaqlarımıza ünvanlayıram. Bu günlərin toy adətlərindən danışacağıq. Bu günlərin musiqi zövqlərimizdən danışacağıq. Mövzumuz budur. Bilirəm ki, hər üçünüz də musiqiyə bağlı insanlarsınız. Sənətiniz var, siz heç sənətkarımız, siz bizim əzizimiz, siz elə Zahid Qubadlı, həmçinin bizim əzizimiz, dəyərlimiz, Gülkamız da İnşallah ki, o zirvələrdə olacağına əminəm. Çünki çox gözəl sənətin var sənin, bayaq da söylədim. Yusuf müəllim, elə istəyirəm, maşallah, siz sözlü, söhbətli insansınız da. Müzakirələriniz də hər zaman öz sözünü deyib. Nə örnək ola bilərsiniz? Bugün bizim toy adət-ənənələrimiz hansı dərəcədədir? Bax, bütün günü toydasınız. Demək olar ki, bütün təqvim toyunuz olur. Nə sizə xoş gəlir, bir sənətkar kimi nə xoş gəlmir? Musiqi duyumlarımız hansı dərəcədədir, nə yerdədir, nə örnəkləriniz var? Buyurun. Sən mənim öz dünya görüşümlə deyim, yəni həyat davam edir. Musiqimizdə, toylarımızda, şənlərində gün-gündən başına müasirləşir. Amma ümumi götürəndə elə öz axarına gedir. Çünki mən durub yalandan deyim ki, 30 il, 40 il bundan qabaq belə toylarımız vardı, belə olmaz. Adam elə bədbin danışmıyor, həmişə likbin danışmalısan. Həyat davam edir ki, deyib, ona görə indi adət-ənənəmizdə maşallah müasirləşmədir. O da biz barışmalıyıq. Barışırsınız. Mən barışmalıyım. Bəs musiqi seçimləri barədə necə?
o da elədi də, bilsən necədir. Bizə bundan qabaq geyim, görsən baxırdın ki, bir illər vardı ki, hamı gem paltar geyirdi. Sonra gəldim müasirləşdi, hamımız belə sıx paltara geyirdi. İndi maşallah görəm, efirə baxım, pencə geyib, nə böyük şey, yəni ki, qardaş fırlanır da, qadınlar yapsa, ona musiqi də elə olur. İllərin sənətkarısınız və belə bir sual ünvanlayacağım. Keçmiş toylarla indiki toylar arasında nə dərəcədə fərq var? Mənə şəxsən indiki toylar ləzzət verir. İndiki. Nəyə görə? Təbiətiniz, ruhunuz da gəncdir də, maşallah. Məsələn, indi şükür Allaha, əmin-əmanlıqdır. İnsanlar müasirləşib, Nurana xanım, inanırsan, məclisə gedirdik qabaqlar o vaxtlarda da, o 90-cı illərdə. Allah o dövrdə toyda zülüm çəkirdik bala. Biz də sizin kimi cavan olmuşuq. Başımızda turp əkirdilər. Amma indi maşına toya girsən, hamı o qədər səliqəli olub insanlar. Düz deyə olur, toyda elə olur, belə olur. Amma ümumən götürəndə mən şəxsən Yusuf Mustafayev olaraq onu demək istəyirəm ki, indiki dövrün toyları mənə ləzzət verir. Bu mənim özüm. Mən bir də həyata gəlsəm, məsələn, belə bir deyim var da, mən özüm ali təhsilliyəm, universitet bitirmişəm, savadım hamısı yerindədir, şükür Allaha. Amma mən bu sənəti seçərdim. Çünki mən bu sənətə ehtiyacımdan gəlmişəm. Bəlkə də mən bu sənətə gəlməməliydim. Amma ehtiyacımdan gəlmişəm. Çünki mən bayaq boş yerə Zahiddən danışmadım. Zahid bütün ömrün ailəsinə, bacısına, qardaşına qurban edib. Bu insan hələ həyatda ailə qurmayıb. Dedim, Zahid, biz çox yaxın, Zahid qurban olub sənə. Bir özü üçün də günahla da, birisi yox, qoy o qardaşı, o bacını, məsələn, anasın, o qədər bu insanlar əz deyirlər. Bunlar hamısı Zahidin şəxsən öz böyülüyünədir. Yaşı kiçik də o bir qardaşlardan, amma ağsaqqal budur. Mən hər zaman deyirəm, Zahidin özünə demişəm. Zahidi ilk dəfə görəndə, düzdür, tanıydım, amma əyani görəndə mən özünə dedim ki, Allah dünyasını keçənlərə rəhmət etsin. Mənim atam 22 ildir dünyasını dəyişib, 30 yaşından. Zahid mənim atamın eyni oxşarıdır. Müasirlik yaxşı şeydir, amma milli kökümüzə sökənərək. Məsəl üçün, biz Qubadlı rayonlanaq, Şərqi Zəngəzur sayılır ora. Deməli, şükür Allaha ki, bizim Azərbaycan bütövləşib, Allah cənab prezidentin canı sağ eləsin. Şəhidlərimizə rəhmət eləsin, ordumuzu qorusun. Bizim o vaxtlar toylarımız, biz uşaqda mənim atam el sənətkar olubdu. Allah rəhmət eləsin. 3 gün, 3 gecə olardı. Əlbəttə ki, toy gözəl şeydir. Toy olurdu. Orada bütün həmi milli rəqslərimizlə bərabər olaraq bizim aşıq mahnılarımız, muğamlarımız, dastanlarımız, bunlar hamısı aşılanırdı bizim gənc nəsillərə, o cümlədən də gələcək nəsillərimizə. İndi çox təəssüf ki, bu günlərim bu şeylər biraz çox azalıbdır. Bu da məyus edir insan, nəyə görə ki, yenə də deyirəm, hər bir dövlətin, millətin milli mənsubiyyəti var, keçmişi var, adət-ənənələri var. Mənim birinci təhsilim Cəsənt Universitetini bitirmişəm, ikinci təhsilim mənim tarixçiyəm. İndi üçüncü təhsilimdə Prezident yanında Dövlət İdarə Etməkçilik Akademiyasında oxuyuram. Araşdırmalar gedir bizim. Çox illik, 100 illik, minlik tariximiz var Azərbaycanımızın. Ona görə də inşallah ki, hər şey inşallah gələcəkdə yaxşı olsun istəyirik. İnşallah. Bütöv Azərbaycanda yaşayırıq, bütöv milli adət-ənənələrimiz də tam dövlət başımız necə qoruyursa, biz də onun əskəri kimi hamımız qorunmalıyıq. Gülü, buyur Əziz, sənin də fikirlərini alaq. Bax, özünün də inşallah yaxın zamanlarda toyun olacaq. Nəyə istəyirsən, nə özün üçün? Bax, özünü... Öz toyumda da inşallah elə milli adət-ənənələrimizlə idarə olunacaq toyum. İnşallah. İnşallah. Hər biriniz də orada olarsınız inşallah ki, yanımda. Mən bir əmin kimi daha cümlə xeyirdə verməliyim. Sən başına dönərəm Sən inşallah. məndən deməlisən, ha, mən. Yo, deyəcəm. Toyun vaxtı qoyulan gündən deyəcəm. İnşallah. Allah səni xoşbəxt etsin, Gülü. Sağ əlim sənin başına. Yusufəm. Hələ sağalım bir anda gəzmir. Maşallah, 3 dənə subayın yanında oturmuşam. Allah bunların başına qoyur. Bu neydi? Allah saxlasın. Bu verilişdə. Bu verilişdən də elə bağzalı ilə çıxır. Hamısı çörək deyə burada, hərəsinin bir toyu, o da hamısı bir çörək deyir, maşallah. Gəlsin və ansamblimiz olsaydı bağzalı verərdik burada. İnşallah Allah nəsib eləsin xoş günlər hər birimizə. Amin bala. İnşallah. Gülü, sən toylarda olursan da, çox olursan. Mən bildiyim qədərilə. Bəli. Hə, maşallah, çünki sənin canlı avazın da var. Maşallah, kimin olsun. Sənə nə xoşdur bir gənc sənətçi kimi, nə xoş deyib hal-hazırda. Bax, gedirsən, üzləşirsən toylarımızla, istər orada olan aparıcıların yanaşması, toyun gedişatı, musiqi seçimləri, ifalar,
Nə sənə İfalarımız- xoşdur, nə istəyirsən, nə təkliflərin var? Elə olar ki, biz bir də görürük ki, gəncimizdən də maariflənirik. Nə olar ki, hər İfalarımız insanda bir bugün genci var. show biznesdən danışaq. Toyu qarışdırmayaq, show biznesi qarışdırmayaq. Toyda da indi gəlib toy oxuyanlar bizlə 6 saat mən canlı oxuyuram. Gündəmdə olan müğənnilər gəlir oxuyur. Gedişat yaxşı olmur. Hə, yoxsa fonoqramdan qoyub hamısı gedib Yaşlı oxuyurlar. nəsil nümayəndəsini onu deyim ki, Nuran xanım, Bəli. baxır orada uzanlı məclisdir, 4 dənə, 5 dənə müğənnilər gəlir. Bunun da balaca boyu ilə bu insan gəlirə, girirə. Baxırsan, o biri oxuyanlar, sənət başqa şeydir axı. Elə bir ki, özlərini yığışdırırlar ki, Gülka gəldi. Çünki o balaca boyunu, o burada bir oxumağı eləyir. Elə bir səslər çıxardır, elə bir oxumağı eləyir. İstərsimiz hamı bunu qəbul edir. Mənə ləzzət verir. Şərt o 2 metr boy olmağı deyil. Sənət hər yerdə özünü göstərir. Bəli, bəli. Yəni, olan deyil. Mən bunun vəkili deyiləm ha. Yəni, mən haqla danışmalıyam da. Mənə ləzzət Allah'sı var verir. eləsin. Zahid, Aysan. Zahid bugün bilmirəm, sən də Yo, toy yo, yo. istəyirsən. Nə olub Toy sənə? lazım. Bugün yaman fikirlisən. Heç Fikri sən də deyiləm, belə yox, vallahi görməmişdin. yox, hər şey yaxşıdır. Zahid, planda varmı toy falan? Şəxsən Toy həyatın əlbəttə necədir? olmalıdır, bu mütləqdir bu. İnşallah Yusuf, ki, ailə qurur. mütləq bu inşallah. illər Şarjlarınız tamamlanır inşallah, o reallaşır. mütləq Xoş olmalıdır. gördünlərəm, mən çox sevinirəm Zahid. Deyirəm, Yusuf müəllim, siz həmişə var olun. Yusuf Ağırlı müəllimə olsun. Biz çox yoldaşlıq eləmişik Yusuf müəllimin ansamblında. İndiki kimi həmişə Ansambl rəhbəri olub. Yusuf Elə müəllim ansambl rəhbəri olub, Allah. həmişə belə nətər deyim, indi necə elə neçə 40 il necə olubsa indi yəni, bu gün də indi müğənni var, sənət adamlar çıxır 2 ildə heç sonra bilinmir ki, bu adamlar yoxdur, amma necə görmüşük o cürə tələbatdır. Demək 30 gün 30 gündə toyda olmuşuq. İnan həmişə də yaxşı musiqiçilər ətrafında olubdu. Yusuf müəllim heç vaxt xalqın yəni elə nümayəndəsinin qəlbini Ona qırmır. görə şükür Allahın Ona görə də bu günə də qədər vallahi belə Bəli, bu günə qədər ona görə Bəli, sevilir, vallahi Allah bəli. göstərsin. Yusuf Hər- müəllim həqiqətən, mən özüm də dəfələr şahid olmuşam. Mənim elə özə xoşum gəlirdi. Hər kəsin yanında. Demə, elə Zahidin başına dedim, bir yerdəydik, bölgələrimizin birində toyduyam. Saat toy 1-dir. Toy yas uzaqdan mənə bax dedi, nətərdir vəziyyət dedim, əla. Saat 2-dir, 3-ə işləyim, nətər dedim, əla. 3-4-ə işləyim, nətərdir dedim, əla. 4-5-ə işləyib, xoşuma toy səhər-səhər tutarmağa. Bəli, Ki, bəli, bəli. Sabah desinlər ki, Yusuf Mustafiyev buradaydı, dünən toy səhər-səhər tutarmağa. Bəli. Demək, Bəli, yaxşı o toy olub ki, peşəkarlığın ki var. tutarım. Vallahi, düz. Toy yas dedi, saxla, saxladım. Gəldi. Qohumlarını çağırdı, 15 dənə cavan çağırdı. Dedi, hal aldı bizim, bir saat 5-ə işləyib. Bax, bağlarımız var, düz. tövbə. Allah verəndən, töhdlər verəndən, portfel üstə dolub durub, bilmirəm nəyə verirlər. Dedi, anons südü kimi bu sənə hal aldı, Bəli, saat bəli, 5-ə bəli, işləyib, bəli. hələ toy gedir. Neyim mən bunu? Dedi, tök portfeli. Halal Ona görə də bax bu nə qədər də o. Sevgilərin də halal Dedi, bir nəfər dedi sənətkarlardan, 5 gün bundan qabağa bizdə qohumlar toydu. Çünki bunlar da Rusiya adamlardır. Rusiyadan bəli, gəldilər. Rusiyadan. Bilsəyirlər də Azərbaycan musiqi eşitmirlər. Dedi, bir nəfər dedi ki, burada toyda idi, saat 12-də durdu, pencən atdı belə şeyinə, dedi, marş. Dedi ki, nə olar, biz uzaqdan gəlmişik də, nə olar, bir arzu ilə toyda, bir hörməti də əlavə eləyəcək, nə istər? Xeyr, marş qutardı. Mən Elə də ondan var, sonra hə. oldum oranın, o adamların həmişə məsələn. Yəni, elə bir öz balamın toyu bizdən. Toyda, toy yaz deyil Yusuf, sən toyda olanda biz arxayınıq ki, o sahədə sınıqlıq olmaz. Mövzumuz çox gözəl mövzudur əslində. Biz Azərbaycan xalqı olaraq adətlərimiz çoxdur bilirik. Və toy adəti də bizim üçün bir mənalı qəbul olunan adətlərdən biridir. Və bugün də ona görə biz bu qonaqlarımızı dəvət edəndə baxırıq və qonaqlarımızı əsasən də mövzularımızı verilişimizdə həm söhbət edirik, müzakirəyə qoyuruq. Zahid, sualım sənədir. Mən bilirəm sənin peşəkarlığını, klarnet ifaçısı kimi, peşəkar ifaçı kimi qəbul olunmağını bilirəm. Bunu xalqımız da qəbul edib, əlbəttə ki. Bəs necə oldu ki, bu sahədə sən sevildin? Çətin oldu mu? Bugün el şənliklərinə dəvət alırsan, dəfələrlə şahid olmuşam. Hətta bir neçə el şənliklərinə mənə də dəvət etmişsən, təşəkkür edirəm, minnətdaram. Unutmadığım üçün ən əsası. Mən görmüşəm, mən bilirəm ki, sən sevilirsən, amma istəyirəm öz dilinlə də eşidəyim. Nə dərəcədə sənin üçün çətin oldu və yaxud da asan da oldu? Yenə də o səviyyəni, o hörməti qoruyub saxlaya bilmirsənmi? Və bunun üçün nə edirsən və gənclərimizə öyüd nəsiyyətlərin nədir? Bu sahədə sevilsin, seçilsin, bax belə
hörmətli, izzətli qalsın. Bu incəsənət dediyin çox çətin bir, məsuliyyətli bir peşədir bu. Yəni bu sənət, bizim bu incəsənət sənəti. Nəyə görə ki, bu həmişə xalqın göz önündə olursan, məclisə gəlsən başdan otuzdururlar, hər kəsin diqqəti olur bu səhnədə. Ona görə insan ən vacibi odur ki, öz davranışın bilməlidir. Yəni, xalqa heç vaxt kəm gözünə baxmaq olmaz. Səmimiyyətini qoruyub saxlamalısan. İnsanlarla doğru dürüst davranmalısan və öz nəfsinə də qalib gəlməlisən. İnsan, Allah Taala bu sənəti veribdir, bu istedaddır. Onu verib insana bu sənəti Allah Taala onu qoruyub saxlayacaq, bu xalqın sərvətidir. Bilirsiniz ki, bizim gündəlik həyatda da mən sizləri çox istəyirəm. Əlaqələrimiz var, genişdir, yaxşıdır. Yəni, mən bunu reklam xarakterli efir vasitəsilə danışırıq deyə demirəm. Mən bir daha minnətdaram. Bugün sevinirik ki, əlbəttə ki, siz bizimlə bərabərsiniz. Bugün gözəl bir mövzu müzakirə edirik, dəyərli tamaşaçılarımız. Toylarımızdan danışırıq, adət-ənənələrimizdən danışırıq və nə gözəl ki, bax, bizim bir peşəkar, əməkdar artistimizdən biz bu fikirləri aldıq və Yusif müəllimin rəyi bu oldu ki, mən çox sevinirəm və çox razıyam və mənim üçün indiki toylar daha öndədir. Mən daha da qəbul edirəm və çünki bu sahədə çalışdığı əziyyətlər olub və söylədi ki, mənə bayaq dedinizdə ki, məni elə bir atmosferə salıblar ki, yəni sən onu oxu, mən bunu oxu. Yəni həqiqətən çox həyatla mübarizə olub orada mənim. Mən birinci dəfə toy edəndə həyatımda 1977-ci il aprelin 9-unda 20 manat mənim payıma pul düşmüş zaten. Gəldim, biz Cəllabadın özündə kvartiran kiraya qalırdıq da. Amma rayondan 5 km arada bizim kəndimizdir, Hacı İsmailli kəndi. Demək, 3 qardaş, Natiq, Süleyman, mən 20 manatı tutmuşum belə ki, sevincdən ağlayırıq. Ki, ay Allah, 20 manat pulu ki, səhər nə vaxt asılacaq, mən gedəcəm kəndimizə, atama çatdıracam ki, 20 manat pul gətirmişəm. Çünki kasıb ailə, 10 uşaq, atam sürücü, anam evlər qadın, çox çətin vəziyyətdəydik. Çünki mən onunla qarşıma məqsəd qoydum, Yusif, sən bu 10 bacı qardaşı həyatda bütün nə lazımı, onları təmin eləməlisin. Bəlkə də Zahidi də ona görə çox istəyirsiniz. Sizin keçmiş xatirələrinizlə oxşardı. Adam var məsələn, qardaşlar, bacı, qardaş orada milyonlar qazanır, məsələn, bu bir qardaş burada ehtiyac içindədir, olmaz. Onu Allah, biz onu uşağı, Allah verib onu uşağı deyib ki, get bölüşün, hamız bitcə batırın, dadın oradan. Diyazlar uyalım, deyil qurub olmuşsun. Yox, əməli, sənin sözünü təsdiqləyirəm ki, insan əlinə düşən ancaq ailəsinə. Yadlar eləməkdənsə ailəyə danışıq eləmək. Ya da eləyərsən, amma düşənə ehtiyacı olana. Bu da yeni ki, dövrdə nə dəb düşüb, sənə qurban olun. Bir də ölsən mənə bir mesaj ya, Yusuf müəllim, bir üstə, Yusuf müəllim, vəziyyət budur. Bir nəfər dedi, özü tanıyıram kimdir. Axşama mən uşaqlarıma çörək alma pulum yoxdur, bədənim əsli Zahid. Dedi, mənə bir 20 manat bu, başla, oğluma tərlandım, tezələ, o kartı 50 manat pul at. Mən dəfələrlə şahid olmuşam, yardım xarakterli verilişlərimiz çoxdur. Attırdım o kartı, Nurhan xanım, sənə qurban. Bəziləri də yalan olur. Axşam, sonra gəldim, 2 gündən sonra dedim, ay yoldaşlar, belə filan kəs, dillər gəlsin, onu eləməzsin. Eləməzsin, hə. Deməm nəyə görə, açıqlamıram. İnsan qazanırsa, gələn ayəcəni, sən mənə dedim, bala, ged işlə məşğul. Məndə də olub, əmə elə, bax, bu elə müğənnilərin içindən elə. Olub. Olub. Sonra bilmişəm ki, pulu başqa şey üçün. Birinci, yad özümüz fərqi yoxdur, hamımız millətik, Azərbaycan o. Görsən, 44 il müharibə dövründə zamanlarımız getdi. Hamı sevinib, ölmə gedirdi, amma gülə-gülə gedirdilər. Millətimizin qeyrətinin qasını alıb. Elə-belə millət deyirik biz, bala, qeyrətli millətik, təfəri millətik. Amma arada olan müəyyən adamlar var, onları da biz islah eləmədik. Bəli. Əlbəttə ki, Azərbaycanımızın bizə uğurunu nəsib edən, biz bilirik ki, Azərbaycan xalqı olaraq hər zaman bizim həsrətimiz idi, torpaq həsrəti, Qarabağ həsrəti və bir daha mən efir vasitəsilə söyləyirəm, Azərbaycanımızın bizə uğurunu nəsib edən, torpaqlarımızı qovuşduran şəhidlərimizə Allah qəni-qəni rəhmət etsin, onların canlı şəhidləri, qazilərimizə Allah can sağlığı versin, yaşasın milli ordumuz, güclü ordumuz, hər zaman uğur, qələbə, qalibiyyət bizimlə bərabər olsun. Yaxşı ki, biz elə Azərbaycan xalqını
olacaq. vətəndaşlarıyıq. Biz Və hər haqqıq. zaman, bəli, biz haqqıq, ədalətik. Biz hər zaman reallıqları demişik, biz hər zaman haqqımızı tələb etmişik. Hər zaman haqq, ədalət öz sözünü deyir və inşallah da ki, bax elə Azərbaycan xalqı olaraq da hər zaman arzumuz budur ki, elə bizə xoş günlər, büsat günlər, toy günləri, şənliklər nəsib olsun. Arzumuz da budur. Yusif müəllimə sizə bir daha can sağlığı arzu edirəm. Sizin inşallah bu yaxında 70 yaş, artıq az yaş deyil. Bir ömür yaşadınız, bir xatirələr qoydunuz bu Azərbaycan xalqı üçün, bizim millət üçün, bu sənət üçün, show biznes üçün heç vaxt siz unudulmarsınız. Yusif müəllim, hər söhbət olduq, amma mən düşünürəm və inanıram ki, əminəm də ki, bizim tamaşaçılarımız sizdən musiqilər istəyir, mahnılar istəyir. İcazə ilə bir də mən mahnı oxumaq istəyirəm inşallah indi. Deyir, qorxuram. Qorxuram. Nədən qorxuram? Aysa, nədən qorxuram? Birinci abrımla ismətinə qorxuram. Ölümdən qorxmuram. Məhəmməd Vətəmanın bir sözü var. Deyir ki, mən heç nədən qorxmuram. İsmətimdən savayı. Mənə heç nə lazım deyil. Qismətimdən savayı. Yolunda peşkəşim candır. Unutmaram mən bu andı. Nəyim var, hamıya qurbandır. Qeyrətimdən savayı. Allah heç kimi qeyrətdən kasıb eləməsin. Və mən bir mahnı yazdırmışam. Bizim dəyərli Təbrizə xanımımız var. Astanada məktəb direktorudur. Təbrizə Pünhanın sözlərini yazmış bir mahnıdır. Və onu Elmir Mədətoğlu onu gətirib ərsiyyət satdırıb. Allah saxlasın. Ona mahnı bəstələyib. Və yenə də sağ olsun o İlkin Valioğlu mənim yanımda demişə. Həm Musa dostum burada zəhməti var. Aracımən sən də orada. İlkin dostumun, İlkin Valioğlu'nun əziyyəti var. Sözlərə bax. Deyir, mən evimə haram gətirməkdən qorxuram. Balamı ac yatmaqdan qorxuram. Allahıma ağ olmaqdan qorxuram. Qorxmağın müəyyən şeyləri var ki, gələ həmişə məsuliyyətli olasan. Bəli, gəlsin elə qorxuram bir famas. Qorxuram gəlsin. Meyxanızda. Sevinci gətirən qəmağı Qəmə batıb boğulmağa qorxuram Ürəyimdən gözlərimə nəm yağır Nəm içində boğulmağa qorxuram Ürəyimdən gözlərimə nəm yağır Nəm içində boğulmağa qorxuram Nəm içində boğulmağa qorxuram Həyat mənim ələyində ələyir Neçə dəfə kəfəninə bələyir Allahımdan yələyim təkrar doğulmağa qorxuram Allahımdan yələyimdən diləyim Ölüb təkrar doğulmağa qorxuram Ölüb təkrar doğulmağa qorxuram
yağdı göynədi. Görən məni belə incitməkdədir. Allahıma ağ olmağa qorxuram. Görən məni belə incitməkdədir. Allahıma ağ olmağa qorxuram. Allahıma ağ olmağa qorxuram. Həyat məni ələyində ələyir. Neçə dəfə kəfəninə bələyir. Allahımdan yenə imdad diləyir. Ölüb təkrar doğulmağa qorxuram. Allahımdan yenə imdad diləyir. Ölüb təkrar doğulmağa qorxuram. Ölüb təkrar doğulmağa qorxuram. Mənə bu talihim yazılacaqsa, gecə yuxularım pozulacaqsa, əzabım mənimlə doğulacaqsa, bu dünya ilə barışmağa qorxuram. Bu dünya ilə barışmağa qorxuram. Qorxuram.
Sağ ol Zahid. Var ol bala. Var ol. Çox Var ol. təşəkkür edirəm Zahid. Çox möhtəşəm ifa, Ürəyiniz var çox olsun. sevilən ifalardan birini klarnetdə yenə də mahircəsinə ifa etdin. Çox minnətdaram. Və Gülü, buyur əzizim. Sən də Gülü. gözəl ifalarınla davam edək. Eləyək də. Səni də sevənlər var. Səni də sevənlər çoxdur. Gəlsin sənin də gözəl ifaların. Davam edək səninlə bərabər. Nə ifa edəcəksən bizim üçün Gülü? Xoş gəldin, yoxsa satqın? Bəlkə gözəl bir lirikam var, onu səsləndirək. Bugün ancaq lirikalardan ibarətik. Yox, bayaqkini biraz yüngülü təbii Bugün ancaq nostalji hisslərdən kənara çəkilməyəcək. Gəlsin, hansı Gəlsin. ifan gözəldirsə, hansı ifan sevilirsə, onu da tamaşaçılarımıza Yaxşı. ötürək. Gəlsin o Buyurun. zaman. Elə bildim onu məndən ayırıb apardılar. Canımdan can alaraq cananımı qopardılar. Amma mən bilməmişəm ki o özü atıb məni. Sən demə 5 qəpiyə paraya pula satıb məni. Nə biləydim axı vəfasızı verirmiş. Bu qədər yaşananlar hamısı bir nağıl imiş. Nə biləydim axı vəfasızı verirmiş. Bu qədər yaşananlar hamısı bir nağıl imiş. Budurmu sənin sevgini mən etdim didərgin, kaş qədrimi biləydim. Hər şeyin bir sonu varmış, bu dünyada kimə qalmış, kimsə əbədi yaşamamış. Budurmu sənin sevgini mən etdim didərgin, kaş qədrimi biləydim. Hər şeyin bir sonu varmış, bu dünyada kimə qalmış, kimsə əbədi yaşamamış. Məni məndən alan insan, daha mənsiz qalacaqsan. Gecələr zülmün əlindən, sən özündə yanacaqsan. Nə rəvadır yaşayım mən ömrümü qəmdə, kədərdə. Yaşadarsan məni səndə, yaşanan xatirələrdə. İnanıb etibar etdim, bu məhəbbət deyilmiş. Sevilib arzuma çatmaq mənə qismət deyilmiş. İnanıb etibar etdim, bu məhəbbət deyilmiş. Sevilib arzuma çatmaq mənə qismət deyilmiş. Budurmu sənin sevgini mən etdim didərgin, kaş qədrimi biləydim. Hər şeyin bir sonu varmış, bu dünyada kimə qalmış, kimsə əbədi yaşamamış. Budurmu sənin sevgini mən etdim didərgin, kaş qədrimi biləydim. Hər şeyin bir sonu varmış, bu dünyada kimə qalmış, kimsə əbədi yaşamamış. Budurmu sənin sevgini mən etdim didərgin, kaş qədrimi biləydim. Hər şeyin bir sonu varmış, bu dünyada kimə qalmış, kimsə əbədi yaşamamış. Bəli. Sağ ol bala. Bu dünyanın bir sonu Bəli, var. hər şeyin bir sonu var. Hər şeyin bir sonu var. Əlbəttə ki, bu həyat Sözlər kim müvəqqətidir. yazırsan, nə yaman söz.
bu həyat müvəqqətidir, fanidir, unutmayaq. Heç zaman qəlb qırmayaq, heç zaman inciklik olmayaq. Yaşadığımız həyatı mənalı yaşayaq, bir-birimizin qəlbini qırmayaq. Hansı sahədə olursa olaq, şərt sahələrdən deyil, yaşadığımız ömrü yalnız mənalı yaşamalıyıq. Hər zaman bir-birimizi dəstəkləməliyik və ən əsası bir-birimizin qəlbini bilməliyik. Gülü, çox gözəl ifa idi. Çox bəyəndim. Yusuf müəllim yaman xəyallara getdi. Çort aparır, Allah aşkına. Sözləri çox gözəldir. Çox gözəl idi, çox gözəl idi. Gülü, mahnının sözləri, musiqisi kimə aiddir bu gözəl, möhtəşəm mahnının? Sözləri çox gözəldir mahnının doğrudan da. Mahnının sözləri və musiqisi Kamran Zahidliyə aiddir. Buradan da salamlayırıq onu. Klarnet ifaçısıdır əslində. Prosta belə duyumlar da var da yazıb hər şeyi gətirə bilir. Yaman ürək. Çox gözəl yazıb. Adı nədir oğlan? Kamran Zahidli. Kamil Zahidli yoxsa Yox, Kamran? Kamran Zahidli. Tanınanlardandır. Maşallah. Toppuş ol. Elə biləsuvardandır, sizin yerlivizdir. Allah saxlasın. Kamran sağ ol bala. Var ol. Rəhim var olsun. Yusuf müəllim, mahnı istəyirsiniz? İstəyərdim. Yusuf əmiyə qurbandır. İstəyərdim Kamran. Bizim Bir dənə əməklər əmin bu arası ağ bir saçına müəllim. uyğun gələn bir mahnı olsa, Kamran, sənə çox təşəkkürlər deyərəm. Firuzənin nuru verilişi ilə müraciət edirik sənə. Yusuf müəllimə gözəl bir mahnı hədiyyə edirsən. Özə bu ritmlərdə istəyirəm. Belədir. Oynaq yox, bu Sağ ol. ritmlər. Orada Gülka oxuyur. Allah haqqını nə bilim, apardı məni, kövrətdi. Xəyallara daldım. Çox gözəl idi, çox. Düşündürücü bir, həm sözlər, həm musiqi. Musiqi. Bir-birini tamamlayıb, bana halal olsun. Adı necə oldu mahnı? Bu mahnının adı Satqın. Satqın. Deməli, Yusuf müəllim qorxuram oxudu. Gülü də Satqın oxudu. Görəsən bunun nə əsası var? Allah heç birimizi nə qorxaqlıqla, nə də satqınlarla üzə qoymasın. Qorxaqlar çoxdur. Həqiqətən də çox maraqlı, çox gözəl ifalar səsləndirdiniz və Zahid də ifa etdiyi mahnı Sibelcan mahnısı. Sibelcanın Kanasın. mahnısı idi. Kanasın mahnısı, çox gözəl. Kanasın, qorxuram, satqın. Üçü bir anlamda əslində heç biri mahnı olaraq ifa etmirlər. Çox gözəl mahnılardır, amma xaraktercə heç biri o insanlar deyirlər. Bugünkü qonaqlarımız. Bunu da ünvanlayaq. Və sizlə müzakirəmizə davam edək. Gəlsin sizlər üçün suallarımız. Çünki sizinlə həm söhbət olmaq çox xoşdur, həm də tamaşaçılarımız üçün də çox xoşdur. Çünki sizlərə ehtiyac var, sizlərin fikirlərinə ehtiyac var. Çünki hər biriniz ayrı-ayrılıqda el şənliklərində çox olan insanlarsınız. Yusuf müəllim, sizi sualla ünvanlayım və sizin cavablarınızı alaq. Çünki siz bugün bizim ağsaqqalımızsınız, Biraz mən çox danışdım, ona görə utanıram. Yox, gözəl. Çünki gənclərimizə gələ yol verək. Ona görə xoşdur bizə. Xəmələsini danışmaq bizə xoşdur. Görürsünüz. Gülün toyunda da inşallah iştirak edəcəksiniz. İnşallah. inşallah sözüm üçünün də toyunda iştirak edəcəm inşallah. Üçümüzün də yenə. Bəs siz də subaysınız da? Zahid, inşallah sənin planın var da toy. Deyirlər toy olacaq. Deyirlər ki, toy olacaq. Zahid bəy də bəy olacaq. Adı İnşallah. gəlmədi. Zahid hər zaman efir vasitəsilə sual ünvanlayanda deyirdi, yox, elə bir fikrim yoxdur. Demək belə bir xanım var. Var. Savaşçılarımız Zahid Qubadlı da artıq ailə həyatı qurur. İnşallah. Yaxın zamanlarda da, yoxsa? Bu ildə inşallah. 2025-in sonuna qədər gözlənilir inşallah. İnşallah. İnşallah bizim üçün də nə olar? Sevindirici hal olar və hər birimizə bir dost olaraq iştirak Bəli, edəcəyik əlbəttə. inşallah. İnşallah. Yusuf, sevinirsiniz? Buyur, necə? Buyur. Bir də mən qaldım. Gülü də getdi. Qurana. İnşallah. Üçünün də toyunda inşallah. Sağlıq olsun. İnşallah. Allah Mən öz nasip bağlarımın məsələn həyatda, bir nəslimdə də ətrafda axsaqqalam ki, onlara yaş həddi qoymuşam. Bu yaşdan onu heç kim keçənməz. Bu nəslimizin bizim o proqramımızda, o konuşacağımızda bu. 24 uzağa 25-ə gedənməz. Onda mən də gecikmişəm. Neçədir yaşın? 28. Ay maşallah. Maşallah. Sağ ol. Yox, gecikməmsən, amma vaxtıdır da. Əsli vaxtıdır. Amma adətən bu yaşda ailə qurmaq, bu yaşda evlənmənin o işi var ki, çünki ölçüb biçirsən həyatı, sizin kimi adamlar heç bir həyatda büdürəməz. Məsələn, son dövrdə görsə elə deyirlər, 13 yaşda, 14 yaşda məsələn, ailə qulu o düz deyil. O düz deyil. Uşaqdır, o uşağı Özünüz hara neçə yaşda verəsən. ailə qurmuşsunuz? Mən elə özüm də harca 25-24 yaşımda. 24 Gözəl yaşdır. Nə gözəl.
Allah ömür versin, Allah can sağlığı versin. Siz həyatı yaşadınız, bəlli həyat yaşadınız, amma ən əsası mənalı yaşadınız və bu xalq üçün bir xatirə qoydunuz həqiqətən. Yaşayır. Mən bütün gənclərimizə arzu edirəm ki, bax belə elə Yusif müəllim kimi örnək olaq xalqımıza, cəmiyyətimizə. Həm sənətdə, həm insanlıqda. Bəli, bax, yaşadığımız ömrü mənalı yaşayaq və ən əsası biz hər birimiz bir nəsilik və borcumuzdur ki, vətənə, xalqa xidmət etmək və bir iz qoymaq. Mən hər birinizə bir daha uğurlar arzu edirəm. Zahid, eyni dərəcədə sənə, Yusuf müəllim, sizə Allah can sağlığı versin. Gülü, sənə şəxsi həyatında, sənə sahədə uğurlar arzu edirəm. İnşallah da ki, uğurların bol olacaq. Çünki sadə səmimi insansan, səsin, avazın var həqiqətən də. Maşallah, ürəyi var. Bəli, ürəyi var. Hər zaman da seçilir, həqiqətən də. Gülü, dəvət aldığı məclislərə girəndə çox seçilir, çox fərqli olur. Çünki sənətin var, səsin var. Var olasın. Yeni mahnılar fikirləşirsən inşallah? Var, əlbəttə, gözəl mahnılarımız var. 4 dənə proyektimiz var, inşallah bu yaxınlarda təqdim eləyəcəm izləyicilərimə. İnşallah. Uğur nə, lirikadır yoxsa? Yox, oynaq mahnılardır bu dəfə. Oynaq. Amma yox, bir dənəsi lirikadır, özü də şəxsi vaxsaydı. Ekskluziv olaraq bizim verilişdə gözləyirik o ifalarını səni inşallah. Yusuf müəllim, sizin yeni ifalarınız var yoxsa? Hə, proses gedir maşallah. Proses gedir. İşlər gedir. Elə bu mahnılarım yeni mahnılarım mənim. Gəlmişəm görüşünə, lap belə son dövrdə oxumuşam. Amma arada elə özüm demişəm, var, yenə proyektdə o xanım demişəm, var. Sən sadəcə olaraq baxırsan maşallah bu dəqiqə cavanlar bir dənə sürətlə gedirlər. Biz məsələn onlarla görsən adam qadırlayamır. Əminik, amma cavanların bir 50% sizin repertuarlarınıza üstür. Mən şəxsən özüm Yusuf əmin repertuarlarından sevə-sevə oxuram. Hanı ötən o çağlarım, elə ən sevdiyim də valla. Mən ən çox sevdiyim mahnı. Onu elə gözəl oxumuşam. Siz bizə ansambl yoxdur, amma belə... Hani ötən o çağlarım, düyün düşüb dodaqlarım, yaman ağarıb saçlarım, sanıram ki dünəndi bu yan. Hani ötən o çağlarım, düyün düşüb dodaqlarım, dağlar aşıb ayaqlarım, sanıram ki dünəndi bu. Sizlə yaşanan hər ömür, hər gün mənalıdır. Sanki elə dünən imiş, ötən illər deyilmiş. Kövrəldik yaman, ay Yusuf müəllim. Gəlsin elə Yusuf müəllimin canlı zümzümə seçdi, amma indi bir ifası var. İndi nə gələcək? Sənin qadalar yanım. Gəlsin, buyurun. 3-4 dənə mahnımı papırı yıldırmışam. Bu neçə illərdə oxuyub gəldiyim mahnılar. O cümlədən bu dəqiqə başa gənclərimiz də o mahnılara müraciət edirlər və mən buradan həmişə demişəm, öz həmyaşlarıma deyirəm. Deyirəm, gəlin gənclərimizə dəstək olaq. Görürsən, məsələn, o günlərdə bir müğənni dostum zəng edib mənim cavanlardan, əmi, bir filankəsi mahnısını oxumuşam. Mənə deyir, yox, sən onu dəmdə də qoymayacam, YouTube-a icazə verməyəcəm. Amma mən buradan bir əklə çağırış edirəm ki, nə olar, gənclərimizdir, onlar da bizim mənəvi bağlarımızdır. Mənəm hamı elə edirəm ki, Yusuf Mustafa olaraq nə mahnım harada varsa halal xoşuz olsun. Amin inşallah. Gəlsin elə sizin o gözəl qarışıq papuriləri səsləndirəcəyik.
sənə yavaş yerin, yavaş yerin, yavaş yavaş yerin. Qoy baxım mən sənə yavaş yerin, dolanır başına ey gözəl pəri. Dolanır başına ey gözəl pəri. Belə bala bilmədim kimin yarısan, mən bilə bilmədim kimin yarısan. Bala bilə bilmədim kimin yarısan, mən bilə bilmədim kimin yarısan. Qəm dolu qəm xalay olub gedirəm, gedirəm əfsanə olub gedirəm. Gedirəm əfsanə olub gedirəm, heyv ki divana olub gedirəm. Şəmlərə pərvana olub gedirəm, heyv ki divana olub gedirəm. Qəm dolu qəm xalay olub gedirəm, heyv ki divana olub gedirəm. Şəmlərə pərvana olub gedirəm, heyv ki divana olub gedirəm. Qəm dolu qəm xalay olub gedirəm. Davam edirik. İsmail, təşəkkür edirəm. Elə bax, bu belə şən abı havada istəyirəm ki, yenə də Zahiddən gözəl ifalar gəlsin, o klarnetinin gözəl zümzüməsini eşidək. Ay Zahid, Dağlar olsun, hazırsan mı? buyur. Gəlsin ifamız.
Sağ ol, Maşallah, bala. möhtəşəm. Mələk Fatimə. Nəfəsin Zahid, var yoxsa olsun, bala, yeni var ol. gələcək həyat yoldaşının Fatimədir? Yoxsa sevdiyin Fatimə xanım olub? Yox. Sevdiyim anamdır, onun adı Fatimədir. Vay Vay, vay. deyirəm də, bu xanım, nədənsə bəli. qaynaqlanır. Fatmadır ya. Hə, Fatma da anamın adı. Nədənsə qaynaqlanır. Allah Çünki şəfasını hər insanımız insanın ruh aləminə yaxın olmalıdır. Bəli, bəli, bəli. Və mamanın adı Fatimədir. Fatma, Fatma, bəli. Allah ömür versin, Allah can sağlığı versin. Çox sağ ol, Allah var versin. Var olasın Zahid, çox gözəl ifadə, çox minnətdaram. Yusmə, bəyəndiniz də yəqin ki, Zahidi Uy. dəstəkləyirsiniz də. Sağ ol da. Hələ bir soruşursan. Hələ soruşuram da. Hələ soruşmayayım da. Gülünün ifaları necə, bəyənirsiniz? Hamısı. Maşallah. Hamısını. Yusmə, mövzumuz toydur. Və mən bir sual da ünvanlıyım. Artıq verilişimizin sonuna doğru gəlib çatırıq və son fikirlərinizi də alım. Sonra inşallah ki, günümüzün ifası ilə verilişimizi yekunlaşdıracaq. Yusmən, bugün toylara tələbat nə dərəcədədir? Toylarımız varmı yenə də, yoxsa artıq azlıq təşkil edir? Olanlar şükür. Bölgələrdənmi, şəhərdənmi, xarici ölkələrdənmi toy sayıları nə dərəcədədir? Olanlar şükür. Hər şey yaxşıdır. Məsələn, mən belə əvvəldə məsələn, həm bölgələr, həm şəhər fərqi yoxdur. Mənim nə yaralı yerim odur ki, mən samolyotla da təyyarın heç yana getmirəm. Getmirsiniz. Elə Allah Azərbaycana bərəkət versin. Azərbaycanda şükür, hər şey yaxşıdır. Həm rahat gəlsən, axşam deyibə gəlsən, bağların yanına gəlsən, nəvələrin yanına gəlsən. Hə, o mənsil hər şeydir. Bəs elə hallar olubmu ki, xaricə sizi Çox, toya çox, dəvət çox ediblər, mənə amma təkliflər. sizə görə burada eləyiblər, vətəndə eləyiblər toyu. Elə Olubmu elə bizdən hadisə? bizim sənət adamlarından biri Aha. rayonlardan biri Əlbarəmdə, Şirvandan bir toy gəlib sənətçinin yanına. Aha. Deyib ki, bir dənə toyumuz var, o adam da o dəbdə olan vaxtında. Hə, deyib ki, hə, lap yaxşı danışıblar. Deyib, toy hardadır? Deyib, Əlbarəmdə, Şirvanda. Deyib, yox, mən getmirəm beləcə. Deyib, mən neynəyim başına? Gedib, onda Əlbarəm gətirəcəm Bakıya, rahat olma. İndi olmasın. Olmasın, sənə qurban olub. Məlam diyor, Rusiyanı bura gətirmək. Elə o bizim Rusiya dostlarımız var. Gəlirlər burada vətənlərində toyurlar. Məsələn, bir toy orada deyirlər, bir toy burada deyirlər. O da ki, görür. Mən onu dedim. Yəni sizə görə Azərbaycana gəlib eləyiblər. İnan, hə, sən. Yəni, Yəni, loğalıq olmasın. Yəni, el adətinə görə olub, orada eləyib, gəlib vətəndə, ata yurdunda yox, toy. sırf sizə görə, məqsəd sizə görə. Yox, mən onu ağlamədə. Yox, Olmaz, yox, olmaz. Amma mən olsam şəxsən mən eləyərdim. Əgər sevirəmsə, mən bir sənətçini, Yox, mən sənə niyyət eləmişəm, eləyərəm. səni ucardan gəlin çıxardacaq olmaq sən. Ata yurduna. İnşallah. Əziz tamaşaçılarımız, siz də fikrinizi bildirin, görün. Olacaq, olmayacaq. Olacaq, Mən olasın. elə Niyə bir fikrim başa? yoxdur. Şirin balasan, gözəl balasan. Yo, olar Hər inşallah. şey yerində, şükür Allah, maşallah. Ucardan sırf siz məni gəlin köçürəcəksiniz də. İnşallah. Yoxdan görən, yəni deyirəm, arzu olur ki, oradan çıxır. Bəlkə sən oradan Gəncəyə gəlin, gedəcəklər Siz Şamalıya məni gəlin. harda görür, həmişə də. Yəni, ən birinci dediyi söz budur. Ailə qurmursan. Gəlib Evdadır da, keçmirsən. üstündə. Bəli, Çox sevdiler evdadır. Allah. Biz deyirik Allah işitsin Artıq inşallah. tərpənmək vaxtıdır. Haydi. Zahidin başını bağladıq, Lori dildə desək. Zahid artıq atım atır, Bir də gülümüzdə. başqalar. Yox, heç yerə bu, bunu, yox, elə bir Namizəd şey var, yox. Zaydman. Var axı. Hə, varsa da Yusuf işte da müəllim. iş Yoxsa qurulub. siz bilmirsiniz. Doğrudan. İş qurulub bu şey. 50 il deyir, elə 100 il deyir ki, namizəd var, bizi yola verir. Yox, sevindirəcək artıq siz. Söz İnşallah. verirsən də. Yox, var. Çünki hər zaman efirlərdə deyirdi ki, yoxdur. Amma indi eksklüziv olaraq bizim verilişimizdə, Füzənin Nuru verilişində Zahid adının xəbərini aldıq ki, ailə quracaq. Günümüzü bilirik. İnşallah. Allah xoşbəxt eləsin. İnşallah toyunda da yanındayıq və Zahidin indərəcə sənin də. Can Yusuf müəllim, əlavə fikirləriniz son olaraq Fikirlərimiz odur xalqımıza ki, nə demək istəyirsiniz? Buyurun. Allah var eləsin, gözəl ad seçibsiniz, Firuzənin Nuru. Burada 200-ün də adı sallanır da. Hə, ona görə düşərli olsun, uğurlu olsun. Mən Firuzəni çox istəyirəm. Qoy Firuzə balam, bu verişiniz belə reyting yüksək olsun və cavanlarımız, nə bilim, belə hamı buradan belə tərbiyyə mövzuda olsun da yəni. O olar əla. Bəli. Yaxşı olsa insanların mənəviyyətini körləyən verişlərimiz olsa bəs qədərdir. Mən şəxsən Dünya TV-ni həmişə izləyirəm. Bax, sözünüz deyirəm, buradan etiraf edirəm. Adətən ənəsi hələ də qorunub saxlanılır. Əmincanım, axşam saat 7-də olanda 3-4 kanalda, məsələn, orada mahnılar, şovlar başlayır da, mən İbrahim verişi izləyirəm.
İbrahim, bəli. Həmişə oturub buradan. Çünki o İbrahim özdə təbii oğuldur. Bəli. Həm də ki, İbrahim gələnlər də çox insandır. qanımıza uyğun, milli ruhda olan bizim oxuyanlarımız da biz özümüz də vaxtı ilə, bax, bunlar kimi gəl bura çıxmışıq. Baxırsan, özə bölgələrimdə məsələ, elə oxuyanlarımız var ki. Ona görə bala, Allah sibah eləsin, yaşasın. Dünya TV var olasın. Yaşasın, var olsun bizim əlbəttə ki, rəhbərliyimiz, kollektivimiz. Mən İbrahimə də dəyərli təşəkkürümü bildirirəm. Dəyərli həmkarımıza hər zaman bizim dəstəyimiz olub. Elə bizim Firuzənin Nuru layihəsində də çox böyük Səhər-səhər tezdən dururam mən, burama versin baxıram. Allah şahiddir. Çox yerdə mən özə sübut var, həmişə orada salamlaşıram, orada mənim səs də göndərirəm. Yəni ki, Dünya TV sırf Azərbaycancıdır. Milli ruhdadır. Dünya TV-mizi, komandamızı, işçi heyətlərimizi, peşəkar heyətimizi minnətdaram, var olasınız. Əlbəttə ki, Yusuf müəllim, mən bir sual da verim sizə. Bizim verilişimizi bəyəndiniz, formatımızı bəyəndiniz yəqin ki. Mən az öncə də söylədim ki, verilişimizi ərsəyə gətirmək məqsədimiz həqiqətən də sözdən, söhbətdən, standartlıqdan kənara çəkilmək. Yəni bizim sırf məqsədimiz normal, hal-hazırda tələbat olan mövzular, onların müzakirəsi, gözəl nəğmələr, ansambl olduğu halda canlı ifalar təqdim etmək. Yəni tamaşaçının istirahətinə zövq qatmaq. Yəni yalnız və yalnız məqsədimiz budur. Çünki hansı kanallara, hansı verilişlərə baxsan, elə hamısı demək olar ki, standartdır. Yəni ancaq dedikodu, söz, söhbət bu bizlik deyil. Bəyəndinizmi? Yəni bugün keçən verilişimizi, efirimizi, mövzumuzu? Mövzu da əladır. Yəni bizim milliliyimizdir də, o toylarımız da bizim, o da bizim bizə xas, xalqımıza xas olan şeydir. Çox əla. Allah var eləsin sizi. Allah can sağlığı versin. Mən bir daha təşəkkür edirəm. Allah razı olsun. Hər zaman da yolunuzu gözləyirik. Nə vaxt gəlsəz, bizim Dünya TV-nin kanalı, verilişlərimiz sizə qurbandır. Çünki bizim üçün fəxrdir. Azərbaycan Respublikasının əməkdar artisti Yusuf müəllim bizimlə bərabər olsun. Zahid, buyur əzizim. Mövzumuzla bağlı əlavə fikirlərin. Mövzu çox gözəl mövzuydu. İlk öncə mən onu deyim ki, siz həmi zəhmətkeş, həm işinə məsuliyyətli, həm də bir peşəkar bir televiziya yaparsınız. Bundan qabaqçı da layihələriniz olub. Yəni, ona mənim heç bir şübhəm yoxdur ki, siz olan yerdə hər şey çox mükəmməl, gözəl olacaq. Firuzə xanımın adı, ismi var, ancaq siz bu işin öhdəliyinin hamısı sizin boynunuza düşür. Mən bilirəm, belə fikirləşirəm ki, bunu sizin ərsəyə gətirsiniz verilişi. Sağ olsun Firuzə xanım da dəstəyi olduğu üçün. Qaldı ki, bizim o milli adətlərimizi, yenə də mən deyirəm ki, hər bir millət öz keçmişi ilə öyünür və öz keçmişini heç vaxt unutmamalıdır. Bizim mənəvi borcumuzdur, hər bir kəsin. Bu gündən belə ki, nəsillərlə, indiki dövrdə biz yaşayırıq, biz onları yenə də aşılamalıyıq gələcək nəslə. Azərbaycanın adət ənənəsi olan toy adət ənənəsi çox gözəl bir adət ənənəsi, ancaq onu məhdudlaşdırmaq olmaz dediyim kimi. Müasirlik olsun, amma milli mən bir balaca da bir deyim, mən Rusiyada çox toylarda olam, inanın ki, birdən baxıram, orada-buradan çox adətənəni qoruyub saxlayırlar. Elə sevinirəm ki, onu görəndə, Allaha and olsun deyirəm, tam səmimi deyirəm. Düzdür, mən də şahid olmuşam. Hə, buna görə də bizim bu toyunda Allaha şükür torpaqlarımızla hamısı alındı, bütöv Azərbaycanın yenə də həmin o, inanıram ki, gələcəkdə o günlərlə olan toylarımız Zəngəzurda da, Qarabağımızda da, Şuşamızda da, hər bir yerdə həmin o böyük bir toylar qurulacaq. İnşallah hələ Göyçəmizdə olacaq. Göyçəmizdə. Zəngəzurumuzda olacaq. Allahın köməklə. O yallılar ki var, Zəngəzur, Yalısa, Göyçə, Yalısa, məsələn, onlar hamısı həmin o idilər. Bu da uzun-uzun işlərdir. Bu da balaca 3-4 saatına da məhdudlaşdırmaq olmaz. Gələcəkdə inanıram ki, yenə də bu səhərdən toylarımız qurulacaq, düz axşama qədər. Yusuf müəllim də orada, bütün Qarabağımız, bizim Qubadda, Muz da sizi çox sevirik, onu bilirsiniz, bunu deməyə ehtiyac var. Hər yer olduğu kimi Qubadda. İnanıram ki, gələcəkdə Qubadda da, Zəngilanda da milli adətlərimiz olan toyun eləyəcək hamımızla bir yerdə. Xoş günlər nəsib olsun inşallah və hər zaman da eşənliklərini görək və qısa müddət ərzində inşallah ki, bu ilin sonuna dək sənin toyunu görək. Ən əsas məsələ Qubadda bir də Bakıda. İnşallah. Ən əsası can sağlığıdır, sonra da xoş günlərdir. Gülü, buyur əzizim, son olaraq. Mən də son olaraq sizə bir daha toyla bağlı fikirlərimi... Həm toyla bağlı, həm də bizim... Toyla bağlı da heç bir fikrim yoxdur. Allah hər kəsin yolunu açıq eləsin. İcazə verin, Gülünün vağzalısını çalır. Gülümüzün vağzalısını çalaq. Sonra gülümüzün də elə ifasıyla yekunlaşdıraq. Ay, maşallah.
missiyasını mən icra edirəm. Mən aparıram gəlinimizi. Çox təşəkkür edirəm, minnətdaram. İnşallah hər zaman Azərbaycan xalqında el şənlikləri nəsib olsun, toy-bisat olsun. Arzumuz budur, bizə yaraşan budur. Mən bir daha qonaqlarıma dərin təşəkkürümü bildirəm. Sağ olun. Azərbaycan Respublikasının əməkdar artisti, hər birinizin sevimlisi, əzizimiz, dəyərlimiz, siz xalq artistinə də layiqsiniz, ondan artığına da layiqsiniz. Zaten bizim üçün əməkdar artist olsanız, amma xalq artisti kimi qəbul olursunuz. Çünki sənətiniz, peşəkarlığınız bunu qəbul edir, xalq bunu qəbul edir. Zahid də əməkdar artist olasan inşallah sən də. Amin inşallah. Sən də layiqli sənətkarsan Allah. Yusuf, mən bir daha dərin təşəkkürümü bildirəm. Allah can sağlığı versin sizə. Zahid Qubadlı, mənim əziz dostum, minnətdaram. Var ol, gəlişin üçün, müzakirələriniz üçün çox təşəkkür edirəm. Və bizim gələcəyimizin gözəl gənc gəlini və istedadlı şəxsi Gülümüzə də təşəkkür edirəm. Əziz tamaşaçılarımız, ümidvaram ki, bugünkü efirimizi də bəyəndiniz. Çox gözəl efirimiz oldu. Mən hər birinizə dərin təşəkkürümü bildirirəm. Bizi izlədiyiniz üçün hər həftənin 3-cü və 4-cü günü saat 10-dan 12-yə qədər Firuzənin Nuru verilişini izləməyi unutmayın. Çünki hər həftə sizinlə bərabər olacaq gözəl müzakirələrimizlə, gözəl söhbətlərimizlə, ən əsası sizin sevilən müğənniləri biz sizin görüşünüzə gətirəcəyik. Odur ki, hər zaman bizimlə qalın, Dünya Televiziyasının efirində qalın, bizləri izləyin. Və Gülü, gəlsin sənin son ifan. Gəlsin, vağzalının dalıca bir xoş gəldin ömrümə, başı bəlalım. Xoş gəldin ömrüm gələcək və dəyərli tamaşaçılarımız, mən bugünkü görünüşümə görə Nayrama dərin təşəkkürümü bildirirəm. Çox minnətdaram, əlləri zərif, gözəl xanım. Məni bugün də gözəl bəzədi, sizlərə təqdim etdi. Çox təşəkkür edirəm, minnətdaram. Geyimə görə də özümə təşəkkür edirəm. Mən də təşəkkür edirəm də. Geyimə görə mən də özümə təşəkkür edirəm, amma makyajıma görə Nura xanıma təşəkkür edirəm. Minnətdarıq. Gülünün də təşəkkürlərini aldıq. Elə Gülü, gəlsin nə zaman sənə də gözəl makyaj lazım olsa müraciət edə bilərsən. Baş üstə. Gəlsin, sənin də çox sağ ol. Təşəkkür edirəm. Sənin son ifalarla davam edək və sağollaşaq. Sən mən gözləmişəm illər boyunca, öpüm qucaqlayım qoy indi doyunca. Nədir sevgi, nədir dünya anladım mən, sənə sığınıb çiyninə başımı qoyunca. Sən mən gözləmişəm illər boyunca, öpüm qucaqlayım qoy indi doyunca. Nədir sevgi, nədir dünya anladım mən, sənə sığınıb çiyninə başımı qoyunca. Xoş gəldin ömrümə, başı bəlalım, ey saf eşqim mənim, ey arzu xəyalım. Sənə qurban olsun bu dünyanın malı, sən var dövlətim, cahu cəlal.